Üzəri xırt-xırt, içərisi yumşaq, çox ləzzətli pirajkilər hazırladım. Əvvəlcə mayanı aktivləşdirdim. Maya, şəkər tozu, un və ilıq su. Qarışdırıb bir kənarda gözlətdim. Una duz əlavə edib qarışdırdım. Üzərinə yumurta xamı və duru yağ əlavə edib qarışdırdım. Üzərindən də aktivləşmiş mayanı və yenə də ilıq su əlavə edib yumşaq, ələ yapışmayan bir xəmir yoğurdum. Sonda xəmirin üzərinə bir çay qaşığı yenə duru yağ əlavə edib üzərini örtüb qalın büküb mayalanmağa qoydum. İçli üçün kartofu qaynatdım, soğanı da arcanı yağda qovurdum. Duzunu, istiotunu da vurub qarışdırıb bir kənarda gözlətdim. İçliyi zövqə görə də qovrulmuş qiymətlə də hazırlaya bilərsiniz. Mayalanmış xəmirdən 40 qramlıq kündələr tutdum. Xəmirləri kündələyib üzərini örtüb bir 15 dəqiqə gözlətdim. Kündəsini aldıqdan sonra əlimlə biraz açıb, içərisinə bir çay qaşığı dolu içlikdən əlavə edib adi pirajki şəklində bükdüm. Hamısını hazırladıqdan sonra üzərini örtüb bir 15 dəqiqədə gözlətdim. Sonda isə dağ olmuş yağın içərisində qazın orta ateşində hamısını xına kimi qıpqırmızı qızardıb götürdüm. Və budur, üzəri xırt-xırt, içərisi yumşaq, dadlı, ləzzətli pirajkilərimiz hazırdır. Yanında da mütləq acılı ketçup olmalıdır. Göz hakkınızı halal edin, videonu beğenip yadaşa vermeyi unutmayın. Yeni videolarda görüşmək ümidiyle, hələlik.